Verbal lingvistik qabiliyyətli uşaqlarda deyəsən. Bu elə bil o intellekt növlərinə görə uyğunlaşdırmırıq bunu. Bizə sırf lazımdır ki, bu hansı cavabımız məsələn deyək ki, diferensial yanaşmaya aid deyil. Bax, A aiddir. Niyə? Çünki axı biz dedik diferensial yanaşma zamanı biz öyrənmə tərzlərini nəzərə alırıq. A variantında bədən kinestetiqi nəzərə alır. Öyrənmə tərzidir. Onlar praktiki öyrənmə, toxunaraq nəyəsə səhnələşdirsin, nəyəsə icra eləyərək öyrənsin, o aiddir. C variantında da müəllim tədrisi təşkil edərkən şagirdlərin sosial-emosional vəziyyətlərini nəzərə alır. Sosial-emosional vəziyyətlər o deməkdir ki, yəni orada deyək ki, şagirdlərlə empatiya qurması, onların özünü idarə etməsi, emosional vəziyyəti, daxilindəki o şagirdin daxili emosional vəziyyətləri nəzərə alınmalıdır. Əməkdaşlığı, yoldaşları ilə əlaqə qurması, bax bunların hamısı sosial-emosional vəziyyətləri. Bunların hamısı şagirdlərdə nəzərə alınmalıdır. Yəni hansısa bir tapşırıq verəndə biz şagirdlərdə həm əməkdaşlıq, həm onlarla ünsiyyət, kommunikasiya bacarıqları, onların sosial-emosional durumu, empatiya, özünü idarə olunması, bu kimi bacarıqlar nəzərə alınmalıdır. Bu da diferensial yanaşmaya aiddir. Sonra sərbəst görürsüz deyir sərbəst şəkildə seçməsinə, şagirdlərin mənbələri sərbəst şəkildə seçməsinə, mütləq şəkildə. Biz sərbəstlik veririksə, deməli şagirdlərin öz bacarığına uyğun, potensialına uyğun hər kəs özü seçəcək. Bu da diferensial yanaşmadır. E-də də deyir ki, müzakirə mövzusunu müəllim müəyyənləşdirir, müzakirə obyektini şagirdlər seçirlər. Bəli. Bu da tam doğru bir cavabdır. Mövzunu müəllim müəyyənləşdirsə də, obyekti yenə şagirdlər seçir. Yenə müəllim şagirdlərə orada seçim imkanı verir. Bu da diferensial yanaşma. İndi gələk B variantına baxaq, yanlış cavabımıza. Niyə biz bunu götürdük? Deyir, şagirdlərdə arqumentlərdən istifadə bacarığı formalaşdırmaq üçün verilmiş mövzunu mühakimə xarakterli esse yazmağı. Bəs yaxşı, mən bu uşaqların hamısına və mən diferensial yanaşıramsa, hamıya götürdüm, dedim ki, çıxardın hamınız esse yazmalısınız. Yəni, burada esse yazmaqla biz onların fəaliyyətini məhdudlaşdırmış olduq. Bəlkə biri heç esse yazmaq istəməyəcək. Bəlkə həmin mövzu ilə bağlı şagird şifahi təqdimat hazırlayacaq. Bəlkə biri hansısa bir, deyək ki, bir simvolik, bir nəysə hansısa bir portret şəkli üzərində təsvir edib göstərəcək. Bəlkə biri esse yazmaq istəyəcək. Bu esse yazmaq istəyənlər yazıb oxuyaraq öyrənmə tərzidir. Mən tək onları nəzərə aldım, digərlərini nəzərə almadım. Axı, tək şagirdlərin fəaliyyətini də biz yazı bacarığı ilə məhdudlaşdıra bilmərik. Yəni, bax, bu oradan irəli gəlir ki, orada demək mən onlara diferensial yanaşmadım. Çünki bəziləri esse yazmaq istəyəcək, bəziləri şifahi, bəlkə biri şifahi təqdimat etmək istəyir. Bax, ona görə biz deyirik ki, o variantımız diferensial yanaşmaya aid deyil müəllimə. Diferensiallaşmanı qorumuş olur. Elə bu yanlışdır. 4 oxumağa ehtiyac yoxdur. Bu 1-3 götürək burada C variantı. 4-ə də bir dənə baxaq. Tədris prosesində həmişə dəyişməz qruplar yaratdıqda tədris diferensiallaşmır. Bu düzdür. Yanlışdan deyilsə bu düzdür. Bunu götürməyəcəyik. Elə 1-3-dür cavab. D variantı. Burada düzdür Əli müəllim. Burada 2-də xüsusi sinif anlayışı tamamilə yanlışdır. Yəni, elə bil ki, qavrama səviyyəsinə görə bayaq dediyimiz kimi xüsusi siniflərə cəlb etmək şagirdləri. İndi bir dənə mən buradan bir dənə sual çıxardacağım Əli müəllimə. Əli müəllim, əgər biz belə bir hal eləyiriksə, deyək ki, bu 5 alanları yığdıq bir sinifə, bu 2 alanları... Bərabər imkanlar. Maşallah, imkan vermədiyi sualımı deyim axıra kimi. Bərabər imkan deyək ki, yoxdur cavabda. Neyniyəcək onda? Yəqin ki, inklüzivliyi pozmuş olar. Aferin. Aferin. İnklüzivliyin pozulmasıdır bu. İndi daha çox bunları inklüzivlə verirlər. Bərabər imkan əgər cavabımızda yoxdursa, inklüzivlik götürək. Daha çox inklüziv qoyurlar cavablarda.
Bir də mən burada qoy bir dənə də nə? Hə, o 4-cü cümlədə hə doğrudur. Deməli dəyişməz qruplar yaratdıqda tədris diferensiallaşmır. O doğrudur. Əlbəttə ki, dəyişməz qruplar yəni elə bil ki, tərkibində necə yaratmışıqsa, dəyişmirik də o şagirdləri, onun tərkibini. Yəni sabit saxlayırıq qrup tərkibini. Sabit saxlamaq anlayışı da tamamilə yanlışdır. Ona görə cavabımız 1-3 olur. Aha. Sonra 15-i oxusun Əfşan müəllimə. Klaster tamamlayın.